Son zamanlar bəzi mağazalarda POS terminal cihazları mövcud olsa da, müştərilərin ödənişi kart-to-kart yoluyla, yəni birbaşa kartdan karta pul köçürmə şəklində etmələri tələb olunur. Bu halda həm alıcılar çək ala bilmirlər deyə narazı qalırlar, həm də POS terminallı ödənişin olmaması şəffaflıq baxımından suallar doğurur. Bəs bunun cəriməsi nədir? Ümumiyyətlə hansı mağazalarda POS terminal məcburidir? Hüquqşünas Əkrəm Həsənov mətbuata açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS terminalının olması mütləqdir. Lakin hər bir halda POS terminalı yoxdursa belə alıcı ödənişi nəqd şəkildə də edə bilər. Sadəcə burada vacib bir məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönləndirilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu artıq vergidən yayınma halıdır deyə o bildirib. Əkrəm Həsənov onu da qeyd edib ki, bu cür hallarda qanunvericiliyə əsasən sahibkar tutulmalı olan vergini ödəməlidir. Üstəlik vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50% miqdarında maliyyə sanksiyası tətbiq olunur. Buna əlavə gündəlik olaraq da cərimələr hesablanır. Nəticədə bir günlük gecikmə belə sahibkara 2 qat zərər gətirə bilər.